Salam uşaqlar, bu günləri 4-cü qrupda qəbula düşmüş situasiya sualının izahına baxaq. Situasiyada belədir ki, gümüş nitratın doymamış məhlulları aşağıdakı sxemlər üzrə hazırlanır. Demək, bizə uşaqlar 4 cür məhlul verib və deyir ki, birinci məhlula su əlavə etdikdə məhlulda suyun kütləsi n dəfə artır və ikinci məhlul alınır. Yəni, birinci məhlula su əlavə edir və məhlulda suyun kütləsi n dəfə artır və ikinci məhlul alınır. Demək, birinci məhlulumuz x qram B faizlidir. İkinci məhlulumuza su əlavə edəndə oldu 3x qram 20 faizli. Sonra deyir ki, üçüncü məhlula su əlavə etdikdə məhlulda suyun kütləsi n dəfə artır və dördüncü məhlul alınır. Yəni, bu üçüncü məhlula su əlavə edir və dördüncü məhlul alınıb. Üçüncü məhlulumuz da həmçinin x qram B faizlidir və orada su əlavə edəndə dördüncü məhlulumuz alınıb. Bu da 2x qram 30 faizli məhlul edib. İndi buradan baxırıq ki, uşaqlar, bizim ikinci, demək, sonra nə deyir? Situasiyanın dalında deyir, alınmış A faizli gümüş nitrat məhlulu tərkibində 0,3 mol natrium xlor olan məhlul ilə reaksiya daxil olduqda hər iki duz tam sərf olunur. İndi görək, situasiyada bizdən nə istəyir? 58-ci suala baxaq. Deyir ki, E-nin, M-in və A-nın qiymətlərini tapın. Buradakı E-nin, M-in və A-nın qiymətini bizdən istəyir uşaqlar. Demək, N nədir? Birinci məhlul su əlavə etdikdə məhlulda suyun kütləsi N dəfə artır. Birinci məhlulumuz, bu da ikinci məhlulumuz. Su əlavə edəndə baxıb görürük ki, birinci məhlulumuz x qramdır, ikinci məhlulumuz 3x qramdır. Yəni, buraya 2x qram nə əlavə edib? Su əlavə edib və deyir ki, ikinci məhluldakı su birinci məhluldakı sudan neçə dəfə çoxdur. Baxırıq ki, ikinci məhlul 3x 20 faizlidir. Yəni, burada 0,6x nə var? Duz var və onda 2,4x qədər su var. Demək, uşaqlar, ikinci məhlulda yalnız su əlavə olunduğu üçün birinci məhluldakı duz nə qədər imişsə, ikinci məhlulda da o qədər idi. Yəni, duzun kütləsi dəyişməyib. Dəyişən yalnız suyun kütləsi. Demək, onda birinci məhlulumuz x qram B faizli məhlulumuzda 0,6x qədər deyil, orada duz var. Onda suyumuz da olur 0,4x qədər də su. Və bizdən suyun kütləsinin neçə dəfə artmasını soruşur. Yəni, su əvvəlcə 0,4x-dir, sonra ikinci məhlulda 2,4x. Onda n bərabərdir 2,4x bölünsün 0,4x bərabər o deyiləcək 6. Demək, 6 dəfə suyun kütləsini inib artıb. Sonra M-in qiymətini bizdən soruşur. Deyir, üçüncü məhlula su əlavə etdikdə. Üçüncü məhlulumuz da yenə uşaqlar x qram B faizlidir. Yenə burada da 0,6x yenə duz var. 0,4x-də nə var? Su var. Ancaq baxırıq ki, dördüncü məhlulumuz 2x qram 30 faizlidir. Burada da duzun kütləsi yenə dəyişməyib olduğu kimi qalıb. Suyun kütləsi isə 1,4x olub. Yəni, onda biz M-i tapmaq üçün əvvəlcə nə qədər idi? 0,4x-dir. Su əlavə edəndən sonra 1,4x. O da nəyə bərabər olub? 3,5 dəfə artıb. Sonra deyir ki, ikinci və dördüncü məhlulları qarışdırdıqda A faizli məhlul alır. İkinci məhlulumuz nə qədərdir? 3x 20 faizli. Dördüncü məhlulumuz nə qədərdir? 2x 30 faizli. Bizim də belə bir düsturumuz var. M1 omega 1 üstünə gəlinsin. M2 omega 2 bərabərdir M1 plus M2 və omega son. Və qiyməti yerinə qoysaq, yəni 3x vurulsun 20 faiz, üstünə gəlinsin 2x vurulsun 30 faiz və 3x və 2x kütlələri toplasaq eləyəcək 5x və omega son. Və biz buradan axırıncı omegamızı, qatılığımızı tapsaq, bu da eləyəcək 24 faiz. Yəni, bu da bizim A-mızdır. Yəni, A-nın qiyməti nəyə bərabər oldu? 24 faizə. Sonra keçirik 59-cu testdə. Cavab vərəqində deyir, verilən cədvəli tamamlayın. Yəni, burada bizə cavab vərəqi olmadığı üçün heç nə yaza bilmirik. 60-cıya baxaq. Deyir, reaksiya zamanı məhlulda olan xlor və natrium ionlarının mol sayının zamandan asılı olaraq dəyişmə qrafikini qurun. Onun üçün situasiyanın bu hissəsinə bir də baxaq uşaqlar. Burada nə deyir? Deyir, alınmış
A faizli gümüş nitrat məhlulu tərkibində 0,3 mol natrium xlor olan məhlula reaksiya daxil olduqda hər iki duz tam sərf olunur. Demək, reaksiyasını yazaq uşaqlar. Gümüş nitratla natri xlor alınır. Gümüş xlorid çöküntüsü və natrium nitrat. Və buradan biz baxırıq uşaqlar, reaksiya birin birə nisbətində gedir. Yəni 1 mol gümüş nitrat 1 mol natrium xloridlə reaksiya gedir. Əgər 0,3 mol natrium xloridimiz tam sərf olunubsa, çünki orada şərtdə deyir ki, duzlar tam sərf olunur hər ikisi. Demək, onda 0,3 molda bizim gümüş nitratımız olub. Və buradan görürük ki, 0,3 mol gümüş nitratda 0,3 mol gümüş müsbət ion olacaq. 0,3 molda natrium xlor duzunda 0,3 mol xlor mənfi ion olacaq. Yəni burada gümüş natrium xloriddə xlorid duzunda olan xlor ionları tamamilə çökdürəcək. Çünki heç birindən artıq deyil. Ona görə də onun qrafikini biz əgər yazmaq istəsək bu şəkildə qurarıq. 0,3 mol tamamilə neyinib? Çöküb. Yəni duzun tərkibində çökübdür burada. Bəs natrium müsbət ionlarının mol sayı necə dəyişib? Natrium müsbət ionları demək əvvəlcə 0,3 mol natrium xlorda 0,3 mol natrium müsbət ionu var və sonda da yenə 0,3 mol natrium nitrat alınacaq aydın məsələdir ki, və onda da olan natrium müsbət ionların mol sayı 0,3 mol olacaq, çünki heç bir çöküntü yoxdur. Yəni heç nəyə sərf olunmayıb natrium müsbət ionu. Yəni onun qrafikində yazsaq biz bu şəkildə yazaraq 0,3 mol natrium müsbət ionu olduğu kimi qalır, yəni dəyişməzdir.